Nəticəsiz yekunlaşan İslamabad görüşü maksimalist tələblərlə çıxış edən ABŞ və İran üçün razılaşma yox, növbəti mərhələyə keçid imkanı qazanmaq məqsədi daşıyırdı. Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, bu görüşdə hər iki tərəf sülh tərəfdarı olduğunu və anlaşılmazlığın günahkarının digər tərəf olduğunu nümayiş etdirdi. Danışıqları müharibə meydanında qələbəsinin nəticəsi kimi təqdim edən İran masada da üstünlük qazanmaq üçün mövqeyini qətiləşdirdi. ABŞ üçün bu görüş növbəti addımlarına, müxtəlif istiqamətlərdə təzyiq siyasətinə haqq qazandırmaq, hərbi müstəvidə mümkün yeni əməliyyatlarını legitimləşdirmək üçün lazımlı idi. Bundan sonra nə baş verə bilər? Nəticənin əldə edilməməsi ABŞ-nin yarımçıq saxladığı hücumlarını bərpa edəcəyi təhlükəsini aktuallaşdırdı. Lakin hərbi əməliyyatlar sərfəli görünmür. Hava hücumları ilə bağlı rejimin təslim olması ideyası artıq iflasa uğrayıb. Trumpın lazım olan vaxt İranın az qalan hissəsini də məhv edəcəyik bəyanatı da o deməkdir ki, ABŞ ən azı yaxın perspektivdə genişmiqyaslı hücumları bərpa etmək istəmir. Əvəzində təzyiq taktikasından istifadə edəcək. 1. Yenidən hücum ritorikası bu rıçaqlardan biridir və istisna deyil ki, İranın danışıqlarla bağlı mövqeyini dəyişdirmək məqsədi ilə zaman-zaman müəyyən hədəflərin vurulması da baş verə bilər. 2. İrana qarşı iqtisadi mühasirədən istifadə oluna, gəlir mənbələrinin kəsilməsi üçün ticarət əlaqəsi olan ölkələrə təzyiqlər edilə bilər. 3. Hörmüz boğazının blokadaya alınması ABŞ-nin təzyiq taktikasında ilk və effektiv ola biləcək addımdır. Bu kontekstdə İslamabad görüşündən sonra diplomatik müharibə strategiyasından istifadə ediləcəyi, masada üstün gəlmək, digər tərəfi təslim etmək mübarizəsinin başlandığını demək mümkündür. Bu mübarizədə İranın nə qədər duruş gətirə biləcəyindən çox şey asılıdır. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.